Çox vacib mövzudur. Əlimizdə Michael Greger'in Necə Ölməməli adlı kitabından çox maraqlı çıxarışlar var. Məqsədimiz bu zəngin məlumat mənbəyindən ən önəmli məqamları yəni üzə çıxarmaq və sağlamlığımızın sükanını necə ələ keçirə biləcəyimizə dair fikirlər əldə etməkdir. Bəli, gəlin elə ən təsirli hekayə ilə başlayaq. Müəllifin öz nənəsinin hekayəsi ilə. O hekayə həqiqətən də çox təsirlidir. Təsəvvür edin, 65 yaşında nənəyə son mərhələ ürək xəstəliyi diaqnozu qoyulur. Həkimlər deyir ki, cəmi bir neçə həftə ömrü qalıb. Yəni artıq ediləcək bir şey yoxdur. Ümidsiz bir vəziyyət, həqiqətən. Tam bir ümidsizlik içindəykən, o Nathan Pritikin adlı birinin həyat tərzi dəyişiklikləri ilə sağalmaz hesab edilən ürək xəstəliklərini geri döndərdiyini eşidir. Pritikin, bəli, o həyat tərzi təbabətinin ilk qaranquşlarından idi. Nənə son bir ümidlə Kaliforniyadakı mərkəzə yollanır. Orada hər kəs ciddi şəkildə bitki mənşəli pəhrizə keçirilir və fərdi idman proqramına başlayır. Çox ciddi rejim idi orada. Əlil arabasında gətirilən nənə cəmi 3 həftə sonra mərkəzdən öz ayaqları üzərindən çıxır. Öz ayaqları ilə. 3 həftəyə. İnanılmazdı. Ən heyrətlisi isə odur ki, həkimlərin bir neçə həftə ömür verdiyi bu qadın daha 31 il yaşayır. 31 il. Və nəvəsinin, yəni kitabın müəllifinin tibb məktəbini bitirdiyini görür. Möhtəşəm deyilmi? Möhtəşəmdir. Həm də o dövrün tibbi anlayışları üçün demək olar ki, inqilabi bir hadisədir bu. O zamanlar tibb dünyası ürək xəstəliyinin geri döndürülə biləcəyi fikrini qətiyyən qəbul etmirdi. Heç cür. Yox. Baxın, dərmanlar xəstəliyin irəliləməsinə ancaq yavaşlatmaq üçün idi, cərrahiyyə isə sadəcə tıxanmış damarları yan keçərək simptomları müvəqqəti yüngülləşdirirdi. Yəni kök səbəbə toxunulmurdu. Elədir. Yəni xəstəliyin özünün kökündə pisləşməyə davam edəcəyi və nəticədə ölümə aparacağı qaçılmaz sayılırdı. Amma bu hekayə və daha sonra məsələn Dr. Dean Ornish kimi alimlərin apardığı ciddi elmi araşdırmalar... Bəli, Ornish'in işləri çox məşhurdur. Onlar sübut etdi ki, əslində ən sadə, ən aşağı texnologiyalı görünən yanaşma, yəni pəhriz və həyat tərzi, bizim bir nömrəli qatilimiz olan ürək xəstəliyini həqiqətən də dayandıra və hətta geri döndərə bilər. Geri döndərə bilər. Bu çox güclü ifadədir. Kitabda çox gözəl ifadə edildiyi kimi, biz damarlarımızı tıxayan qidalanma tərzindən imtina etdiyimiz anda, bədənimiz öz-özünü sağaltmağa başlayır. Çox vaxt heç bir dərman və ya əməliyyat olmadan belə damarlar tədricən açılır. Bədənimizin bu qabiliyyəti həqiqətən heyrətamizdir. Bu qədər güclü bir təsiri olan qidalanma haqqında bəs həkimlər nə qədər məlumatlıdır? Bax, burası çox təəccüblüdür. Bəli, bu maraqlı sualdır. Birləşmiş Ştatlarda baş verən ölümlərin əksəriyyətinin qarşısı alına bilər və bu ölümlərin kökündə məhz qidalanma dayanır. Əsas səbəb kimi göstərilir. Bəli, pəhrizin erkən ölümün və əlilliyin bir nömrəli səbəbi olduğu vurğulanır. Bu, çox ciddi bir iddiadır. Amma buna rəğmən, ABŞ-dakı tibb məktəblərinin yalnız 1/4-də qidalanma üzrə ayrıca xüsusi bir kurs keçirilir. 1/4, çox azdır. Ən pisi də odur ki, bu rəqəm əslində azalır. 30 il əvvəl bu göstərici 37% imiş. Azalır. Getdikcə daha az diqqət yetirilir sanki. Hətta bəzi araşdırmalar sıravi insanların bəzən həkimlərdən daha çox qidalanma bilgisinə sahib olduğunu göstərir. Həkimlərin böyük əksəriyyəti özlərini xəstələrə ətraflı pəhriz məsləhəti vermək üçün kifayət qədər hazırlıqlı hesab etmir. Bu mənzərə dahi ixtiraçı Thomas Edison'un hələ 1903-cü ildə söylədiyi bir fikirlə çox kəskin ziddiyyət təşkil edir. Edison nə demişdi? Edison demişdi, gələcəyin həkimi dərman verməyəcək. Əvəzində xəstəsinə insan bədəninə qulluq, düzgün pəhriz, xəstəliklərin səbəbi və qarşısının alınması barədə təlimat verəcək. Vay, 100 ildən çox əvvəl. Bəli, 100 ildən çox əvvəl deyilmiş bir söz, amma təəssüf ki, hələ də reallıqdan çox uzaqdır. Mənbədə minlərlə həkim-pasiyent görüşünün təhlil edildiyi bir araşdırma qeyd olunur. Nəticə? Nədir nəticə? İlkin müayinə zamanı həkimlər qidalanma mövzusuna orta hesabla cəmi 10 saniyə vaxt ayırır. 10 saniyə, ciddi. 10 saniyə. Əsas ölüm səbəbi olan bir faktora bu qədər az diqqət yetirilməsi inanılmazdır. Bu dəhşətdir sadəcə. Bəs niyə belədir? Problem nədir? Əslində, məsələ tək həkimlərdə deyil, daha çox sistemin özündədir, necə deyim.
Mövcud tibb sistemi, həblər və bahalı prosedurlar təyin etməyə görə həkimləri və xəstəxanaları maliyyə cəhətdən mükafatlandırır. Yəni pul oradadır. Bəli, amma sağlam qidalanmanı, həyat tərzini təşviq etməyə, xəstəliklərin kökünü kəsməyə yönəlmiş məsləhətlərə görə demək olar ki, heç bir maddi stimul yoxdur. Aydındır. Kitabda da vurğulandığı kimi, həyat tərzi təbabətindən birbaşa maddi qazanc əldə edən xəstənin özündən başqa demək olar ki, heç kim olmadığı üçün bu yanaşma tibbi təhsilin və gündəlik praktikanın mərkəzinə çevrilə bilmir. Çox məntiqli izahdır. Hətta doktor Orniş ürək xəstəliyinin dərmansız və əməliyyatsız müalicə oluna biləcəyini ciddi elmi tədqiqatlarla sübut etdikdən sonra belə, o bunun tibb aləmində böyük dəyişiklik yaradacağını gözləyirdi, amma yanıldığını etiraf edir. Deyə yanılıb. O, acı bir həqiqətlə üzləşdi. Geri ödəmə sistemi, yəni sığorta şirkətlərinin və dövlətin nə üçün pul ödəməsi, tibbi praktikada elmi tədqiqatdan daha güclü bir hərəkət verici qüvvədir. Yəni pul elmdən daha güclüdür, kədərlidir. Bu əlbəttə çox düşündürücüdür. Bu sistem məsələsi bir tərəfə. Bir də insanların çox vaxt sağlamlıq problemlərini birbaşa genetikaya bağlaması var. Yəqin siz də tez-tez eşidirsiniz. Mənim ailəmdə ürək xəstəliyi var, deməli mənim də aqibətim budur. Bəli, çox yayılmış bir düşüncədir. Genetikdir, nə edə bilərəm ki? Amma kitabda təqdim olunan elmi dəlillər bunun heç də tam belə olmadığını göstərir. Əksər aparıcı ölüm səbəblərində, yəni ürək xəstəlikləri, insult, yüksək qan təzyiqi, xərçəng kimi xəstəliklərdə genlərin rolu riskin yalnız 10-20%-ni təşkil edirmiş. Cəmi 10-20%. Bu həqiqətən vacib bir rəqəmdir. Yəni riskin 80-90%-i bizim nəzarətimizdə olan faktorlardan asılıdır. Bəli, bu çox önəmli bir vurğudur. Baxın, ürək xəstəliyi və əsas xərçəng növlərinin yayılma dərəcəsi dünyanın fərqli bölgələrində yaşayan insanlar arasında 100 dəfəyə qədər fərqlənə bilir. 100 dəfə. Əgər bu xəstəliklər əsasən genetik olsaydı, belə böyük fərqlər olmazdı, düzdür? Məntiqlidir. Daha da maraqlısı, İnsanlar aşağı riskli ölkələrdən, məsələn, ənənəvi Yapon pəhrizinin yayıldığı Yaponiyadan, yüksək riskli ölkələrə, məsələn, qərb tərzi pəhrizin hakim olduğu ABŞ-a köçdükdə nə baş verir? Maraqlıdır, nə baş verir? Onların övladlarının və nəvələrinin xəstəlik nisbətləri demək olar ki, həmişə yeni yaşadıkları mühitin göstəricilərinə uyğunlaşır. Yeni pəhriz, yeni həyat tərzi, nəticədə yeni xəstəliklər. Yəni mühit genləri üstələyir? Böyük ölçüdə bəli. Kitabda Yaponiyadan Amerikaya köçən kişilərlə bağlı bir müqayisə var. Amerikada yaşayan 40 yaşlı Yapon əsilli bir kişinin ürək tutması riski Yaponiyada yaşayan 60 yaşlı bir kişinin riski ilə eyni ola bilir. 20 il fərq. Sanki Amerika həyat tərzi ürəyi daha tez qocaldır. Təəssüf ki, elə görünür. Bu, epigenetika adlanan çox maraqlı bir elmi sahə ilə izah olunur. Epigenetika, bu nədir tam olaraq? Bizim bütün hüceyrələrimizdə DNT eynidir. Amma, məsələn, dəri hüceyrəmiz niyə qaraciyər hüceyrəmizdən fərqli işləyir? Çünki fərqli genlər fərqli zamanlarda aktiv və ya pasiv vəziyyətdə olur. Epigenetika məhz bu gen ifadəsinin, yəni genlərin aktivliyinin necə idarə olunduğunu öyrənir. Aha, başa düşdüm. Ən heyrətlisi isə odur ki, bizim həyat tərzimiz, xüsusilə də qidalanmamız hansı genlərimizin yanıb sönəcəyinə birbaşa təsir edə bilər. Yeməyimiz genlərimizə təsir edir? Bəli. Kitabda ayrı-ayrı mühitlərdə böyüyən eyni yumurta əkizləri üzərində aparılan tədqiqatlardan bəhs edilir. Bu əkizlər genetik olaraq eynidir, lakin fərqli pəhriz və həyat tərzləri onların sağlamlıq nəticələrini tamamilə fərqli edə bilir. Necə yəni? Biri gənc yaşda ürək tutmasından dünyasını dəyişə bilər, digəri isə sağlam qidalanma sayəsində uzun və sağlam bir ömür sürə bilər, tamamilə eyni genlərlə. İnanılmazdır. Deməli, nəticə nədir? Nəticə budur. Sizin ailənizin tibbi tarixçəsi sizin şəxsi taleyiniz olmaq məcburiyyətində deyil. Gözəl bir deyim var. Genetika silahı doldura bilər, amma tətiyi çəkən həyat tərzidir. Çox güclü mesajdır bu. Tətiyi biz çəkirik. Yaxşı, bəs sağlam həyat tərzi dedikdə konkret nədən danışırıq? Və bu, həqiqətən də nə qədər fərq yaradır? Əla sualdır. Konkret rəqəmlərə baxaq. Kitabda ABŞ xəstəliklərə nəzarət mərkəzlərinin CDC apardığı çox təsirli bir araşdırmanın nəticələri paylaşılır. Təxminən 8000 Amerikalı 6 il boyunca izlənilib.
Nəticə isə açığı adamı heyrətə salır. Nəymiş o nəticə? Cəmi 3 sadə vərdiş: siqaret çəkməmək, sağlam pəhriz saxlamaq və burada çox sərt bir pəhrizdən söhbət getmir, sadəcə tövsiyələrə çoxundan biraz daha yaxşı əməl etmək. Yəni mükəmməl olmaq lazım deyil. Qətiyyən. Və kifayət qədər fiziki aktiv olmaq. Yəni gündə orta hesabla cəmi 21 dəqiqə orta templi hərəkət. Məsələn, gəzinti. Bu üçü. Cəmi 3 sadə şey. Bəli. Bu üç vərdişin hamısına əməl edən insanların həmin 6 illik dövrdə hər hansı səbəbdən ölüm riski etməyənlərlə müqayisədə 82% daha az olub. 82%. Bu inanılmaz dərəcədə böyük rəqəmdir. Təsəvvür edirsiniz. 82%. Bu demək olar ki, taleyinizi dəyişmək kimidir. Sözün əsl mənasında. Hətta bu üç vərdişi biraz da sadələşdirib 4 faktora baxsaq belə, nəticə yenə çox təsirlidir. Siqaret çəkməmək, artıq çəkidən qaçmaq, yəni piylənməmək. Bu da çox vacibdir. Gündə təxminən yarım saat fiziki aktiv olmaq və daha sağlam qidalanmaq. Sağlam qidalanma dedikdə isə burada daha çox meyvə, tərəvəz, tam taxıl yemək və ət istehlakını azaltmaq nəzərdə tutulur. Yəni, yenə də çox çətin olmayan dəyişikliklər. Bəli, kitabdakı məlumatlara görə bizim əsas xroniki xəstəliklərimizin yaranma riskinin təxminən 78%-i məhz bu 4 faktorla bağlıdır. 4də 3-ündən çoxu. Başqa sözlə, bu 4 sadə vərdişə əməl etməklə tip 2 diabet riskini 90%-dən çox, 90%? ürək tutması riskini 80%-dən çox, insult riskini yarbayarı, ümumi xərçəng riskini isə 3də 1-dən çox azalda bilərsiniz. Bu rəqəmlər həqiqətən də sağlamlığımızın nə qədər böyük ölçüdə öz əlimizdə olduğunu göstərir. Çox motivasiya vericidir. Həqiqətən də. Və bu təsir təkcə ümumi xəstəlik risklərində deyil, hətta bizim hüceyrələrimizin içində, DNT səviyyəsində də özünü göstərir. Mənbədə telomerlər haqqında çox maraqlı məlumatlar var. Telomerlər, eşitmişəm, amma tam nədir? Telomerləri xromosomlarımızın ucundakı qoruyucu başlıqlar kimi düşünə bilərsiniz. Eynilə, ayaqqabı bağlarının ucundakı plastik hissələr kimi onlar DNT-ni qoruyur. Aha, anladım. Hər dəfə hüceyrəmiz bölünəndə bu telomerlər biraz qısalır. Bu, bioloji qocalma prosesinin bir göstəricisidir. Yəni, nə qədər qısa olsa, o qədər yaşlıyıq bioloji olaraq? Təxminən elədir. Bəzi zərərli vərdişlər, məsələn, siqaret çəkmək, telomerlərin qısalma sürətini 3 dəfəyə qədər artırır. Vay canına! Amma bunun əksi də doğrudur. Meyvə, tərəvəz kimi antioksidantlarla zəngin qidaların bol istehlakı daha uzun telomerlərlə əlaqələndirilir. Yəni, qidalanma, qocalma sürətimizə də təsir edir. Birbaşa. Digər tərəfdən, rafine edilmiş taxıllar, yəni ağ çörək, ağ düyü, şəkərli qazlı içkilər, ət, hətta balıq da daxil olmaqla və süd məhsulları isə telomerlərin daha sürətlə qısalması ilə bağlıdır. Deməli, nə yediyimiz çox önəmlidir. Ən heyrətamiz tapıntılardan biri də yenə Dr. Dean Ornish'in Nobel mükafatçısı Dr. Elizabeth Blackburn'la birgə apardığı tədqiqatdır. Onlar göstərdilər ki, cəmi 3 ay ərzində tam qidalardan ibarət bitki mənşəli pəhrizə keçmək, 3 ay. bəli, cəmi 3 ay və digər sağlam həyat tərzi dəyişiklikləri etmək, telomerləri bərpa edən və hətta uzadan xüsusi bir fermentin telomerazanın aktivliyini əhəmiyyətli dərəcədə artıra bilir. O vaxta qədər heç bir dərman və ya müdaxilə bunu bacarmamışdı. Yəni, pəhrizlə telomerləri uzatmaq mümkündür. Tədqiqat bunu göstərdi. Amma hekayə bununla bitmir. 5 il sonra həmin iştirakçıları yenidən yoxladıqda, Nə oldu 5 il sonra? kontrol qrupunda, yəni həyat tərzini dəyişməyənlərdə, telomerlərin gözlənildiyi kimi qısaldığı halda, sağlam həyat tərzi qrupunda olanların telomerləri nəinki qısalmamış, hətta orta hesabla bir qədər uzanmışdı. Uzanıb 5 ildən sonra? Bəli, bu sağlam həyat tərzinin hüceyrə səviyyəsində qocalmanı həqiqətən də geri döndərə biləcəyinə dair ilk elmi sübutu idi. Bu inanılmaz bir şeydir. Və sonrakı analizlər göstərdi ki, bu müsbət təsirin əsas sürücüsü məhz pəhriz dəyişikliyi idi. Çəki itkisi və ya idmandan daha çox. Görünür, yediyimiz qidanın keyfiyyəti, miqdarından və ya nə qədər hərəkət etməyimizdən daha fundamental rol oynayır. Qidanın keyfiyyəti. Yaxşı, bütün bu ümidverici elmi tapıntılara və potensiala baxmayaraq, real vəziyyət təəssüf ki, bir o qədər də ürəkaçan deyil. Təəssüf ki, elədir. Kitabda qeyd edildiyi kimi, tipik bir Amerikalının qidalanma tərzi
Sağlam qidalanma indeksi üzrə qiymətləndirildikdə 100 ballıq şkalada cəmi 11 bal toplayır. 100-dən 11. Bu çox aşağıdır. 100-dən 11 bu həqiqətən acınacaqlı bir göstəricidir. Bu standart Amerikan pəhrizi, qısaca SAD, təsadüfən ingiliscə qəmgin mənasını verir. Maraqlı təsadüfdür. Nə deməkdir bu? Bu o deməkdir ki, qəbul edilən kalorilərin təxminən 32%-i heyvan mənşəli qidalardan, ət, süd məhsulları, yumurta. 3də 1-i heyvan mənşəli. 57%-i yüksək dərəcədə emal olunmuş bitki mənşəli qidalardan, ağ çörək, şirniyyatlar, çipslər, qazlı içkilər və s. Yarısından çoxu emal olunmuş qidadır. Və yalnız cüzi 11%-i bütöv emal olunmamış bitki mənşəli qidalardan, yəni tam taxıllardan, paxlalılardan, meyvələrdən, tərəvəzlərdən və qoz fındıqdan gəlir. Cəmi 11% əsl faydalı qidalar. Kitabın müəllifi bunu sərt şəkildə belə ifadə edir. Sanki gələcək bizim üçün heç bir əhəmiyyət kəsb etmirmiş kimi, sanki hər yeməyimiz son yeməymiş kimi yeyirik. Ağır sözlərdir, amma vəziyyəti yaxşı təsvir edir. Bu vəziyyəti anlamaq üçün kitabdakı çox yerində düşən bir bənzətmədən istifadə edə bilərik. Buyurun. Təsəvvür edin ki, mətbəxdə kran açıq qalıb və su döşəməyə axır, kəllək daşır. Bizim hazırki tip sistemimiz çox vaxt neyniyir? Döşəməni silməklə məşğul olur. Yəni simptomlarla mübarizə aparır. Bəli, simptomları yüksək təzyiqi, yüksək şəkəri, ağrıları dərmanlarla müvəqqəti olaraq aradan qaldırmağa çalışır. Əczaçılıq şirkətləri isə kran axmağa davam etdiyi müddətcə sizə ömrünüzün sonuna qədər hər gün yeni bir dəsmal, yəni yeni bir həb satmaqdan çox məmnundular. Kran açıq qaldıqca dəsmal satılır. Amma əsl həll yolu hədə. Sadəcə kranı bağlamaq, yəni xəstəliyin kök səbəbini bu halda əksər hallarda yanlış qidalanmanı aradan qaldırmaq. Kök səbəbi həll etmək. Kranı bağlamaq təkcə daha təhlükəsiz və qat-qat ucuz deyil, həm də problemin həllində çox vaxt daha effektivdir. Çox aydın bənzətmədir. Kitab təkcə ümumi prinsiplərdən deyil, həm də bir çox xüsusi qidanın inanılmaz faydalarından bəhs edir. Təbii ki, hamısını burada detallı müzakirə etmək mümkün deyil. Çox geniş mövzudur. Amma dinləyicilərimiz üçün bir neçə maraqlı nümunəni qeyd edə bilərik. Məsələn, gilə meyvələr. Bəli, gülə meyvələr, berries dediyimiz qarağat, moruq, çiyələk. Nə kimi faydaları var? Araşdırmalar göstərir ki, onlar laboratoriya şəraitində xərçəng hüceyrələrinin böyüməsini ləngidə bilir. Həmçinin immun sistemimizin xərçəng və viruslarla mübarizə aparan təbii qatil hüceyrələrinin aktivliyini artıra bilər. Təbii qatil hüceyrələri. Maraqlıdır. Bunlar bədənimizdə anormal hüceyrələri tapan və məhv edən xüsusi immun hüceyrələridir. Gilə meyvələr həm də antioksidantlarla son dərəcə zəngindir. Başqa nə var? Yaşıllıqlar, xüsusilə xaç-çiçəkli tərəvəzlər deyilir. Bəli, yaşıl yarpaqlı tərəvəzlər, xüsusilə brokoli, gül kələmi, kələmin müxtəlif növləri. Bunlar qaraciyərimizin zərərli maddələri neytrallaşdıran detoksifikasiya fermentlərinin fəaliyyətini gücləndirir. Detoksifikasiya. Çox maraqlı bir tədqiqatda siqaret çəkən insanlar gündə cəmi bir brokoli saplağı yeməklə qanlarındakı DNT zədələnmələrinin səviyyəsini 41% azalda biliblər. Ciddi? Tək brokoli ilə? Bəli, 41%. Möhtəşəm. Kətan toxumu haqqında da deyəsən məlumat var idi. Kətan toxumu flaxseed. Bu kiçik toxumlar xərçənglə mübarizədə rol oynadığı düşünülən xüsusi bitki birləşmələri olan liqnanlarla inanılmaz dərəcədə zəngindir. Bəzi digər qidalardan 100 dəfələrlə çox liqnan ehtiva edə bilər. 100 dəfələrlə? Həmçinin tədqiqatlar göstərir ki, gündəlik kətan toxumu istehlakı qan təzyiqini bəzi populyar dərmanlardan belə daha effektiv şəkildə aşağı sala bilər. Dərmanlardan daha effektiv. Bu çox iddialıdır. Tədqiqatlar bunu göstərir. Bir də qoz fındıq, xüsusilə qoz. Qozun nə kimi xüsusiyyəti var? Ümumiyyətlə, qoz fındığın ürək sağlamlığı üçün faydalı olduğu çoxdan məlumdur. Amma böyük Predimed tədqiqatında xüsusilə qozun digər qoz fındıq növlərinə nisbətən xərçəngdən ölüm riskini daha çox azaltdığı müşahidə edilib. Deməli, qoz xərçəng riskini azaldır. Xərçəngdən ölüm riskini azaltdığı müşahidə edilib, bəli. Bütün bu nümunələrdə vacib olan əsas məqam odur ki, bu qidaların möcüzəvi təsiri tək bir kimyəvi maddənin və ya vitaminin sayəsində deyil. Bəs nəyin sayəsindədir? Bu, onların tərkibindəki minlərlə fərqli fitonutriyentin, vitaminin, mineralın, lifin və digər bioaktiv birləşmələrin mürəkkəb və sinerjik, yəni bir-birini gücləndirən təsirindən irəli gəlir.
Yəni tək bir komponent deyil, bütöv bir paketdir. Tamamilə. Məhz buna görə də hansısa bir aktiv maddəni ayırıb həb şəklinə salmaq əvəzinə qidanın özünü tam, bütöv halda yemək demək olar ki, həmişə daha faydalı və effektivdir. Kitabda buna çox gözəl bir ad verilib. Qidalanma bir paket sövdələşməsidir. Paket sövdələşməsi yaxşı ifadədir. Siz brokkoli yeyərkən təkcə onun məşhur sulforafanını deyil, onunla birlikdə gələn yüzlərlə digər faydalı komponenti də əldə edirsiniz ki, onların birgə təsiri tək bir komponentin təsirindən qat-qat güclü ola bilər. Aydındır. Beləliklə, bütün bu müzakirələrdən sonra əsas nəticə, evə aparılacaq mesaj nədir? Nəticə odur ki, ümid var. Məncə, ən önəmli və ümidverici məqam budur. Qidalanma sağlamlığımız üzərində düşündüyümüzdən qat-qat güclü, birbaşa və fundamental bir təsirə malikdir. Tamamilə. Əksər qorxulu xroniki xəstəliklər, ürək problemləri, diabet, bir çox xərçəng növü bizim qaçılmaz genetik taleyimiz deyil, daha çox həyat tərzimizin, xüsusən də boşqabımıza qoyduqlarımızın bir nəticəsidir. Həyat tərzimizin nəticəsi. Ən vacibi isə odur ki, sükan bizim əlimizdədir. Pəhrizimizi şuurlu şəkildə dəyişməklə bu xəstəliklərin riskini dramatik şəkildə azalda, hətta bəzi hallarda artıq mövcud olan problemləri dayandıra və ya geri döndərə bilərik. Tamamilə razıyam. Əsas məqam odur ki, bədənimiz əslində çox müdrikdir və daim özünü sağaltmağa, tarazlığı bərpa etməyə çalışır. Biz ona sadəcə bu imkanı verməliyik. Bədən sağalmaq istəyir. Bələm, kitabdakı digər bir çox güclü bənzətməni xatırlatmaq istərdim. Davamlı olaraq bədənimizə zərər verən, damarları tıxayan, iltihab yaradan qidaları yemək, sanki açıq bir yaraya hər gün, gündə 3 dəfə bilərəkdən zərbə endirməyə bənzəyir. Dəhşətli bənzətmədir, amma çox aydın. Təbii ki, belə olan halda yara heç vaxt sağala bilməz. Amma biz bu zərbələri dayandırdıqda, yəni zərərli qidaları kəsib, əvəzinə bədənimizi qidalandıran, qoruyan, tam bitki mənşəli qidaları üstünlük verdikdə, Nə baş verir? bədənimizə nəhayət ki, öz təbii sağalma mexanizmlərini işə salmaq və özünü təmir etmək üçün lazım olan şəraiti yaratmış oluruq. Deməli, sadəcə mane olmağı dayandırmalıyıq. Böyük ölçüdə bəli, imkan verməliyik. Və sonda bütün bu məlumatların işığında sizə üzərində düşünmək üçün bir fikir buraxmaq istərdik. Əgər müasir tibbin möcüzəvi dərmanlarının təsiri çox vaxt simptomları idarə etməklə məhdudlaşırsa, Çox vaxt belədir. amma gündəlik yediyimiz qidalar xəstəliklərin kökünə bu qədər fundamental və güclü təsir edə bilirsə, sağlamlığınız üçün atacağınız növbəti məntiqli addım nə ola bilər? Hər kəs özü üçün bu sualı verməlidir. Bəlkə də böyük, köklü dəyişikliklər ilk baxışdan çətin görünür. Bəs kiçik bir addımla başlamağa nə deyirsiniz? Məsələn, sadəcə 3 həftəlik, bir növ sınaq kimi. Bir təcrübə kimi. Bəli, bir təcrübə. Əsasən tam bitki mənşəli qidalardan ibarət bir pəhrizi yoxlamaqla, heç bir öhdəlik götürmədən sadəcə öz bədəninizdəki dəyişiklikləri müşahidə etmək, nəticələri özünüz üçün görmək və hiss etmək çox maraqlı olmazdımı? Həqiqətən, öz təcrübənizdən daha yaxşı sübut yoxdur. Axı nə itirə bilərsiniz ki? Bəlkə də qazanacağınız şey sağlamlığınız və daha uzun, daha keyfiyyətli bir həyatdır.